Salam mənim əziz izləyicilərim. Bugün sizə elə bir turşu resepti göstərəcəm ki, xırçıltısından qulaq doymaz, rənginə də göz. Bu qırmızı kələm turşusu həm çox asandır, həm də o qədər dadlı alınır ki, bir dəfə hazırlasanız, hər payız bunu təkrar edəcəksiniz. Mən sizə addım-addım göstərəcəm ki, rəngi solmadan, xırçıltısı itmədən necə hazırlamaq olar. Videonu axıra qədər İzləyin ki, turşunun uzun müddət xırçıltılı qalmasını sonda deyəcəm. Gördüyünüz kimi mən turşunu şiiri qabda hazırlayıram. Öncə qabın içərisinə dəfnə yarpağı əlavə etdim. Ardından şüyüd çubuqları, cəfəri və parça-parça doğranmış kələmləri əlavə edirəm. Üzərindən çuğundur, kök əlavə etdim. Şirin bibər, acı bibər, sarımsaq, kal pomidor. Ardıcıllıqla bu cür tərəvəzləri əlavə edirəm. Qeyd edim ki, siz də istədiyiniz tərəvəzləri əlavə edə bilərsiniz və istədiyiniz ölçüdə doğraya bilərsiniz. Bu arada dəyərli izləyicilərim, kanalıma hələ də abunə deyilsinizsə abunə olub, videomu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Kələm turşusunu siz hansı üsulla hazırlayırsınız? Rəylərdə bildirsəniz mənim üçün də çox xoş olar. Qab dolana kimi sırayla tərəvəzləri əlavə edirəm. Qab dolana kimi bütün tərəvəzləri əlavə etdim və üzərindən də yenidən cəfəri yerləşdirirəm. Ardından keçirəm turşunun marinadını hazırlamağa. Qazanda 3 litr su götürmüşəm. Su qaynar sudur. Üzərindən dəfnə yarpağı əlavə edirəm. 1 yemək qaşığı qara yonlu dənəvər istiot, 1 stəkan dolu turşu duzu, yarım stəkan şəkər tozu, 1 stəkan sirkə əlavə edib qarışdırıram. Yaxşıca duzu əriyib həll olduqdan sonra qaynar halda olan marinadı turşunun üzərinə əlavə edirəm. Gördüyünüz kimi isti-isti marinadı turşunun üzərinə əlavə edirəm. Bildiyiniz kimi tərəvəzlərin üzərinə suyu çıxmalıdır. Məndə marinad az olduğu üçün yenidən biraz da əlavə olaraq hazırlayıb əlavə etdim. Tərəvəzlərin hamısı marinadın içərisində olması üçün üzərindən bu cür bir boşqab yerləşdirib qapağını örtürəm. Və turşunu istəsəniz elə hazır olana qədər mətbəxdə də saxlaya bilərsiniz. Hazır olduqdan sonra balonlara yığıb sərin yerdə də saxlamaq olar. Artıq 5 gün keçib turşumuz hazırdır. İnanın ki, qaynar su əlavə etdiyimiz üçün çox gözəl xırçıltılı kələm turşusu alınır. Sonda da xırçıltısını sizə göstərirəm. Siz də mütləq bu üsulla hazırlayın. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Kanalıma da dəstək olmaq üçün abunə olmağı, videomu da sonda bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.